Hoş gəlmisiniz. 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olub, əsl adı İlyas olub. Nizami onun təxəllüsüdür. Yaradıcılığa lirik şeirlərlə başlayıb, məsnəvi formasında 5 böyük poemasını yazıb. Özü öz sağlığında poemasını Pənc, Gənc adlandırıb, sonradan ədəbiyyatşünaslar Xəmsə adlandırıbdılar. Dünya ədəbiyyatına da Xəmsə adı altında daxil olubdur. 1209-cu ildə 68 yaşında vəfat edibdir. Əvvəllər Şeyx düzü deyilən, sonralar Şıx düzü deyilən bu ərazidə dəfn olunubdur. İlk türbəsinin əsası 13-cü əsrin əvvəllərində qoyulub. 16-cı əsrdə türbə insanların ziyarət məkanına çevrilibdir. Hətta türbəyə şəhərin imkanlı şəxslər tərəfindən iyanələr bəxş olunurdu. Həmən iyanələrlə şəhərin yoxsul təbəqələrinin maddi ehtiyacları görülürdü. Şairin sağlığında bura Şeyx düzü, sonradan Şıx düzü adlandırılıbdır. Şıx düzündə tarixən bir çox döyüşlər baş verib. Bu döyüşlərdən biri 1826-cı ildə olan Yezavitpol Gəncə döyüşüdür. Həmən döyüş nəticəsində şairin türbəsinin kümbəzi dağılır. Uzun zaman təmir olunmadığından baxımsız vəziyyətə düşür. 19-cu əsrin 40-cı illərində Qarabağ xanlığının tarixçisi Mirzə Adgözəl bəy tərəfindən türbə bərpa olunur. Sonra burada 1922-23-cü ildə arxeoloji qazıntılar aparılır. Arxeoloji qazıntılar zamanı məlum olur ki, şairin qəbri qədim türk adət-ənənəsinə uyğun kurqan tipli qəbirdə dəfn olunubdur. Qəbrin üzərində kiçik abidəni 1932-ci ildə bərpa edirlər. Sonra 1946-47-ci ildə bu məqbərədən kiçik 16 metr hündürlüyündə məqbərə inşa olunur. Bu məqbərə sonuncu məqbərədir. 1981-ci ildə Ulu Öndər Heydər Əliyev göstəriş verir. Həmən göstərişdən 10 il sonra 91-ci ildə bu məqbərə tikilir. Məqbərənin memarı Gəncənin baş memarı İmamquliyev Fərman Həsənoğludur. Hündürlüyü 22 metr 40 santimetrdir. Fikir versəniz məqbərənin içərisində 5 dənə ayna, başımızın üzərində 5 dənə çıraqlar var. Yəni bunlar hərəsi bir əsəri ifadə edir. Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, 7 gözəl, İskəndərnamə. Məqbərə özü 8 güşəlidir, yəni 8 güşə, bu çıxıntılar, bu tinlər nəzərdə tutular. Şu köşələrdən bəhs ediyorsunuz, değil mi? Evet, bu köşələrdən bəhs edirəm. Yəni mənası həm türkçülüyümüzü bildirir, həm İslamla əlaqəlidir, həm də gerbimizlə əlaqəlidir. 8 güşədə aşağı hissədəki kəlamlar görürsünüz, Nizami Gəncəvinin Xəmsəsindən götürülübdür. Başda mənlə üzbəyiz 2 kəlam var. Nizamidən 2 il öncə, 1139-cu ildə Gəncədə zəlzələ baş verir. Nizami Gəncəvi İskəndərnamə əsərində həmən zəlzələdən bəhs edir. Eşitdiklərinə, duyduqlarına əsasən qeyd edir ki, nə qədər hazinə batdı o gecə, o şənbə gecəsi yox oldu Gəncə. Hamı kişi, qadın, qoca və cavan qopardı dəhşətli fəryadla fəğan. Bir də fikir verirsinizmi? İçəri daxil olarkən özümüzdən asılı olmayaraq başımız aşağı baxarkən önə əyilir. Yəni bu da şairi hörmət əlaməti olaraqdır.